Orada 2 dənə F1-i çəkdi belə. Bizim hərbiçi əsgərdir başladı. 2 dənə F1-i çəkdi, ermənilərin tolpası üstünə qaçdı. Özü nə eləyir, erməniləri partlatdı. 80 nəfər maşının içində bir dənə əsgərimiz var idi. Qasım Tahir. Bizə bir dənə o köməyə gəlmişdi. Komandir nə deyib ki, komandir siz gedin. Mən onsuz da şəhid olmaq istəyirdim. Yəni çox mərd əsgər idi. O əsgərimiz də özünü partlatdı ermənilə beraber. Tam General Mayor Polat Həşimov şəhidimiz bizim posta Ağsındıl döyüş mövqeyinə gəldi, əsgərlərimizlə bizlə söhbət elədi. Kapitan olmamızı tapşırdı. İnşallah tezliklə bu torpağımızı azad edilməyə, azad edəcəyimizi dedi.